Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de hemme ba'd. Davam edirik. Dörd qayda adlı risaləni Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimehullahın və bir gündə 3-cü dərsdir və müqəddimələri bitirərək müəllif keçir qaydalara. Birinci qayda, müəllif rahimehullah buyurur ki: "En ta'leme enel kuffârellezîne qâtelehumur Rasulullah sallallahu aleyhi ve sellem muqirrûne bi ennallâhe teâlâ huvel hâlikur râzikul mudabbir." Yəni birinci qayda odur ki, biləsən ki, Allah Resulü sallallahu aleyhi ve sellem döyüşdüyü o kafirlər, onlar iqrar edirdilər ki, Allah Taala'dır, yaradan, ruzu verən və idarə edən. وَاَنَّ ذَٰلِكَ لَمْ يُدْخِلْهُمْ فِي الْإِسْلَامِ. Lakin bununla yanaşı bu hal onları İslam'a daxil etmədir. Və buna da dəlil müəllif rahimehullah gətirir Allah Taala'nın bu ayəsini. قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللّٰهُ فَقُلْ أَفَلَا تَتَّقُونَ. Allah Teala Yunus suresi 31. ayədə buyurur ki, de ki, mən yerzuqukum minəs-səmai vəl-ard. Sizi göydən və yerdən kim yedirir? Yəni ruzlandırır. Əmmən yemlikul əs-səm'a vəl-əbsara. Eşitmə və görmə qabiliyyətinə malik kimdir? Yəni kimindir bu? Yəni kimin əlindədir? Və men yuxricul hayyə minəl-meyyiti və yuxricul meyyitə minəl-hayyi və men yudabbirul əmra. Dirini ölüdən çıxarıb, ölüdən dirini çıxaran və işləri idarə edən kimdir? Yəni bunlar hamısı rububiyyət xislətləridir. Allah Teala sadalayır və deyir ki, de, yəni müşriklərə de bu şeyləri sadala. Əlbəttə ki, onlar deyəcəklər, bunların hamısını edən Allahdır. Fəqul əfələ təttəqun. O zaman de ki, məgər Allahdan qorxmazsınızmı? Şərhində Şeyh Salih Həfizahullah buyurur ki, El-qaidətul ulə ənə təvhidər rububiyyə la yudxil əhəd fil-İslam. Birinci qayda, bunun mənası odur ki, rububiyyət təvhidi heç kəsi İslama salmır. Təvhid rububiyyə leysə huvel mətlub. Çünki insanlardan tələb olunan din rububiyyət təvhidi deyil. فإن معرفة العرب بأن الله عز وجل هو الخالق وحده وهو الرازق وحده وهو محيي وحده وهو مميت وحده وهو الذي يجير ولا يجار عليه وهو الذي إليه الأمر وهو الذي ينزل المطر وهو الذي أنشأ جنات معروشات وغير معروشات هذا كله يقرون بأن الذي سخر ذلك وخلقها هو الله عز وجل. Çünki deyir, ərəblərin bilgisi ki, Allah Taala'dır yalnız yaradan, Allah Taala'dır yalnız ruzulandıran, Allah Taala'dır yalnız dirildən və yalnız öldürən və huvellezî yuciru və xilas edən odur. Özünün xilasa heç ehtiyacı yoxdur. Və huvellezî ileyhil əmr və bütün işlərin səhmanı, idarəçiliyi Allahın əlindədir, ona qayıdır. Və huvellezî yunzilul matara və göydən yağışı endirən də odur. Və huvellezî enşə cənnət ma'ruşat və qeyr ma'ruşat. Və talvarlı və qeyri-talvarlı bağ-bağçaları inşa edən odur. Həzə kulluhu yuqirruna bi ennellezi səxxara zəlik və xalaqahu huvallahu azza və cəl. Və bunların hamısını onlar təsdiqləyib iqrar edəcəklər. Yəni ərəb kafirləri, əvvəlki Qureyş kafirləri təsdiqləyəcəklər, biləcəklər ki, bunları idarə edən, bunları yaradan yalnız Allahdır. Və mə'zəlik mə nəfəəhum və ləm yecəlhumullahu bizəlik min əhlil İslam. Və bununla yanaşı, yəni bu bilgisi ilə yanaşı, bu təsdiqi ilə, iqrarı ilə yanaşı, onlara bu bilgi, bu təsdiq, bu iqrar fayda vermədi və Allah Taala onları İslam əhlindən saymadı. Çünki Allah Taala buyurur, وَمَا يُؤْمِنُ أَكْسَرُهُمْ بِاللّٰهِ إِلَّا وَهُمْ مُشْرِكُونَ. Onların əksəriyyəti Allaha müşrik olaraq iman ediblər. وَمَا يُؤْمِنُ أَكْسَرُهُمْ بِاللّٰهِ. Və Allah Teala buyurur ki,
onların əksəriyyətinin imanı var və bu rububiyyət imanıdır. İllə və hum müşrikun, lakin onlar bunu Allaha şərik qoşaraq ibadətdə edirlər. Yəni onların rububiyyət imanı ibadətdə Allaha şərik qoşaraqdır. Yəni ibadət tövhidində Allaha şərik qoşaraqdır. Fənzur ilə halil kuffar, fənzuru ilə halil kuffar el-ərəb muqirrun bi əfradir rububiyyə. Baxın, ərəb kafirlərinin, əvvəlki ərəb kafirlərinin halına. Onlar rububiyyətin fərdlərini, yəni bəzi hallarını iqrar edirdilər. Bi əksər əfradir rububiyyə. Rububiyyətin bir çox fərdlərini, bir çox yəni hissələrini iqrar edirdilər. Necə ki Allah Taala bu barədə buyurur: "Qul men yerzuqukum mine's-semai vel-ard emmen yemlikus-sem'a vel-absara ve men yukhrijul hayye minel-meyyiti ve yukhrijul meyyite minel-hayyi ve men yudabbirul-emr." Hansı ki müəllif gətirir bu ayəni, de ki, göydən və yerdən sizi ruzlandıran, eşitmə və qabiliyyətinizə malik olan, ölüdən diri, diridən ölünü çıxaran və işləri səhmana salıb idarə edən kimdir? Deyəcəklər ki, Allahdır. Fəqul əfələ təttəqun. O zaman de ki, məgər qorxmazsınızmı? Yəni təqvalı olmazsınızmı? Yəni əlləzi yef'alu hazihil əşya huvallahu vahdahu. Yəni deyəcəklər ki, bütün bu şeylərin hamısını edən yalnız Allahdır. Onun bu işdə şəriki yoxdur. Və onlara de ki, fəqul əfələ təttəqun. Yəni yəqulun zəlik və tuqirrun bi vahdaniyyətihi fi-rububiyyə. Yəni siz bunları deyirsiniz. Siz bunları təsdiqləyirsiniz ki, Rəblikdə, rububiyyətdə Allah təkdir. Onun təkliyini iqrar edirsiniz rububiyyətdə. Fələ təttəqunahu fi ibadətihi vahdahu. Lakin yalnız ona ibadət etməkdə isə ondan qorxmursunuz. Və şirki tərk etməkdə Allahdan qorxmursunuz. Hansı ki bilirsiniz, hər şeyi idarə edən odur. Fəqam aleyhim hüccə, və bu səbəblə Allah Taala onlara hüccəti qaldırmış olur. Çünki onlar özləri iqrar etdiyi bir şeylə inkar etdiyi bir şeyə dəlil gətirir Allah Taala. Və həzihi hiyə tariqatul Qur'an fi iqamətil hüccə aləl-müşrikin. Və məhz budur Quranın bir yolu, müşriklər hüccət qaldırma yolu. Finnə min bərahinit tevhid, çünki tevhidin burhanlarından, açıq-aşkar dəlillərindən odur ki, yəni ibadət tevhidinin ən tuqamul hüccə bi tevhid rububiyyə. Onlara yəni rububiyyət tevhidi ilə dəlil gətirirsən. Rububiyyət tevhidi ilə təsdiqlədikləri bir tevhidlə onlara hüccət qaldırırsan. Li'anna men kana huvel fa'il vahdahu, çünki bildiyi halda ki, bu şeylərin edəni yalnız Allahdır. Yəni yaradanı, ruzlandıranı yalnız odur və digər yəni rububiyyət fərdlərini təsdiqləsələr, fəinə huvellezî yestahiqul ibadə. Demək ki, yalnız o layiq görülür, yalnız onun haqqı çatır ibadət olunmağa. Ondan başqaları isə hamısı nədir? Haqqı çatmayanlardır. Və lihəzə qalə əzzə və cəl munkiran aləl-müşrikin, və bu səbəbdən də Allah Taala müşriklərə inkar edərək bildirir ki, əyyüşrikûnə mə lə yəxluqu şeyən və hum yuxləqun. Məyər siz deyir, yəni heç bir şey yaratmayan, özləri yaradılmış təqdirdə olan bütlərə mi ibadət edirsiniz? Onları mı şərik qoşursunuz? Əraf surəsi 91-ci ayədə Allah Taala buyurur. Və həmçinin Allah Taala Nəml surəsi 59-cu ayədə buyurur ki, Qulil hamdulillahi və selamun alə ibadihillezine istafah. Qulil hamdulillahi və selamun alə ibadihillezine istafah. Allahu xayrun əmmə yüşrikun. De ki, həmd olsun Allaha və salam olsun Allah Taalanın seçdiyi qullara. Allah mı daha xeyirlidir, yoxsa şərik qoşduqları? Yəni bunu təsdiqləyəndən sonra, rububiyyəti təsdiqləyəndən sonra ibadətdə şərik qoşduqlarına dəlil olaraq gətirir ki, onlar mı, yoxsa Allah daha xeyirlidir? Və vasifəl-ləzinə cəələhumul müşrikunə əlihə. Və onlar, yəni müşriklər, özlərinə şərik tutduqlarını Allah Taala nə adlandırır? Burada ilah adlandırır. Onları ilah vəsfi ilə vəsf edir, lakin batil ilah. Bi ennəhum acizun, və onların acizliyini bildirir.
bildirir ki, acizdirlər. Və leysə ləhum qudratun, heç bir qüdrətləri yoxdur. Və leysə ləhum xalq, nə yaradılışları var, yəni yaratmaları var. Və leysə ləhum sifat tuc'al ulaika yetevecehuna ileyhim. Elə bir vəsfləri, yəni ilahi vəsfləri yoxdur ki, o vəsflərlə onlara yönəlsin. Yəni bu müşriklər, necə ki Allah Taala o haqda buyurmuşdu. Və in yaslubhumuz zubabu şey'en la yastanqizuhu minhu da'ufat talibu vel matlub. Hətta dil milçək onlardan nəyisə oğrayıb aparsa, onu geri qaytarmağa belə bacarmazlar. Yəni bütləri onların özlərinə ilah seçdikləri, heç bir şeyə qadir olmadığı bu ilahlar bunu da qaytara bilməzlər və ona görə axırında deyir ki, da'ufat talibu vel matlub. Yəni milçək də mətlub olan, yəni bütdə, yəni milçəkdən nəyisə almaq istəyən hər ikisi nədir? Acizdirlər. Yəni büt hansı ki ala bilməyəcək o milçəkdən, bu da acizdir və mətlub hansı ki tələb olunan milçək, o da acizdir. Yəni iki acizin misalı. Yəni necə ki təfsirdə keçir İbn Abbasın və yaxud deyilir ki, da'ufat talibu vel matlub sözün mənası odur ki, talib burada bütə ibadət edəndir, matlub isə nədir? Milçəkdir. Yəni tələb edən və tələb olunan. Yəni milçək nəyisə aparırsa bütün üzərindən, burada iki təfsir var. Ya bütpərəstin özü milçəyin dalıcan düşüb ala bilməyəcək, ya da ki büt ondan yəni acizdir, nəyisə alsın. Hər iki halda həm büt, həm bütə sitayiş eləyən, həm də ki milçək, bunlar hamısı nədir? Acizdirlər. Həzə məsəlüllezine tevəccehu ileyhim bil ibadə. Bu deyir misal çəkmədir, yəni ibadət misal çəkməsi. Və iqrarul müşrikin bir rububiyyə ləm yudxilhum fil İslam. Və müşriklərin deyir rububiyyət iqrarı onları İslama deyir daxil etmədi. Nəstənticu min zəlik və buradan bir nəticə çıxardırıq. Ənə iqrara min ba'dihim bir rububiyyə, bunlardan sonra gələnlər, yəni əvvəlki ümmət ötdü keçdi, bunlardan sonra gələnlər və rububiyyəti təsdiqləyənlər, onların halı nədir? Yəni bu qaydanı müəllif gətirməkdə səbəbi nədir? Əvvəlki müşriklər ötdü keçdi. Söhbət gündəmdəki olan, günümüzdəki olan müşriklərdən gedir. Yəni qayda bunlara aiddir. Aydındır. Qayda günümüzdəki olan müşriklərə aiddir. Məhz ona görə bu misal çəkmədir. Ona görədir ki, buradan nəticə çıxarırıq ki, nəstənticu min zəlik ənə iqrara min ba'dihim bir rububiyyə, onlardan sonra gələn müşriklər rububiyyəti iqrar etmələri lə ya'ni ennəhum mu'minun. Bu o demək deyil ki, onlar mömindirlər. Allaha inanıram. Filankəs Allaha inanır. Filankəs Allahın təkliyinə inanır. Hansı təkliyinə? Yaratma təkliyinə, öldürmə, diriltmə təkliyinə, hər şeyi idarə etmə, ruzu vermə təkliyinə. Filankəs inanır bu şeylərə. Bu mömin sayılırmı? Bu mömin sayılmır. Və izə ətə ətin və qal, kimsə gələrsə deyərsə ki, ənə mu'minun bi ennəllah huvə Rab. Ki, mən iman etmişəm ki, Allah Rəbdir, hər şeyi idarə edəndir, yaradandır, mənim Rəbbimdir, yaradanımdır. Və huvəl-ləzi yərzuquni, məhz odur mənə ruzu verən, onu məni dirildən də, öldürən də yalnız odur. Həzə lə yuaddu mu'minən əl-iman-ı şəri. Bu şəri imanla iman etmiş sayılmır. Bu şəri imanla iman etmiş sayılmır. Yəni, bu dir müsəlman sayılmır. Yəni, lə yuaddu muslimən. Bu müsəlman sayılmır, deyir. Hətta yəti bit tohid. Ta ki, ibadətdə tohidi gətirməyincə. Ta ki, ibadətdə tohidini bildirməyincə. وَلِهَذَا غَلَتَ الْمُتَكَلِّمُونَ حِينَمَا عَرَفُوا الْإِلَهِ بِأَنَّهُ قَادِرْ عَلَى الْإِخْتِرَاءِ. Və bu səbəbdən də deyir, xataya düşüblər kəlam əhli, mütəkəllimlər, hansılar ki, ilahı necə tərif veriblər, ilah sözünə ixtiraya qadir olan, yəni yaratmaya qadir olan, yəni rububiyyət vəsfi ilə ilah vəsfini təfsir etmişlər, izah vermişlər. Necə ki, Şeyhülislam İbn Teymiyyə rahimehullah Məcmul Fətavasında buyurur ki,
Və leysəl murad bil ilah huvel qadir aləl-ixtira. Yəni ilah sözünün mənası o deyil ki, ixtiraya qadir olsun, yəni yaratmaya qadir olsun. Kəmə zannahu mən zannahu min əimmətil mütəkəllimin. Necə ki bunu deyir, kəlam əhlinin imamları zənn etmişdi bu cür. Kəlam əhlinin, mütəkəllimlərin. Heysu zanna ennel ilahiyyə hiyəl qudra aləl-ixtira. Elə zənn etmişdilər ki, ilahiyyə təvhidi qudrətə deyir, ixtiraya qadir olan kəsdir. Yəni yaratmaya qadir olan kəsdir. Və ennə mən əqarra bi ennəllah huvəl qadir aləl-ixtira dunə qeyrihi. Və kim iqrar edərsə ki, Allah taladır yalnız ixtiraya, yəni yaratmaya qadir olan, fəqad şəhidə ən la iləhə illəhu. Demək ki, şahidlik etmiş olur ki, Allahdan başqa ilah yoxdur. Finnəl müşrikinə kənu yuqirruna bihəzə. Və bilsin ki, deyir, müşriklər də bunu iqrar edirdilər. Və hum müşrikun kəmə təqəddəm bəyanuhu. Lakin onunla yanaşı deyir, müşrikdilər. Müşrik olaraq da qalırlar, necə ki, bunun bəyanı qabaqda ötmüşdü. Bəl əl-iləhül haqq, əksinə deyir, haqq ilah odur ki, huvəl-ləzi yəstəhiqqu ən yu'bəd fəhuvə əl-iləh bimənə məluh. Yəni, ibadətə layiq görülən kəsdir ilah. Kimə ki, yəni, ibadət olunması yarayır. Kim ki, ilahlaşdırılır, ibadət olunur. Yəni, ilah sözünün mənası Şeyxülislam İbn Teymiyyə rahmehullah buyurur ki, budur. Sonra deyir ki, şərhçi, qalu əl-iləh vəl-qadir əl-ixtira. Demək ki, kəlam əhlinin nəzdində, onların anlamında ilah sözünün mənası nədir? Yaratmaya qadir olan, ixtiraya qadir olan və ona görə onlarda la ilahe illallah sözünün, bu kəlmənin mənası qayıdır rububiyyətə, uluhiyyət təvhidinə yox, rububiyyət təvhidinə. Və həzə ə'azamu qalətin alə dinil İslam. Və bu İslam dinində ən böyük olunan səhvlərdəndir. Ən böyük olunan səhvlərdəndir. Çünki nə? Bundan törənir, yəni ibadətdə şirk. Əlləz qalətə bihil mütəkəllimun alə din və aləl millə. Hansı ki, deyir, kəlam əhlidir, bu cür nədir, səhv buraxıblar bu ümmətə qarşı, bu dinə qarşı. Heysu cəəlu ibtilə vaqiən fir rububiyyə. Ki, onlar elə zənn ediblər ki, bütün bu imtihanlar hamısı rububiyyət üstündə olub. Fizə eyqana ənə mucidə lil əşyə və xaliqə ləhə huvəllah. Yəni, onlar deyirlər ki, kim yəqin olarsa ki, hər bir əşyanı icad edən, onu yaradan yalnız Allahdır. Fəinnəhu yəkunu indəhum mu'minən muslimə. Onlara görə bu kəs mömin müsəlman sayılır. Və həzə qayru mənə əl-iləhiyyə. Lakin bu iləhiyyə mənası deyil. Ləənnə la iləhə illallah mənəhə. Çünki la iləhə illallah kəlməsinin mənası məsnədir. Lə məbudu haqq illallah. Allahdan başqa haqq məbud yoxdur. Əzzə və cəl. Və fəmənahu racun iləl-ubudiyyə lə iləl-rububiyyə. Bunun mənasıdır, ubudiyyət təvhidinə qayıdır. Rububiyyət təvhidinə yox. Və necə ki, bir fayda olaraq Tabari rahimahullahın la iləhə illallah, la iləhə illəhuvə kəlməsinə, yəni Qafir surəsinin 62-ci ayəsinin təfsirinə, ayəsinə təfsir olaraq sözünü gətirək. Deyir ki, rahimahullah, yəni Tabari, yəni təfsirçilərin şahıdır. Nə buyurur təfsirçi Tabari rahimahullah? Deyir ki, la iləhə illəhuvə, o ayədə keçən mənası odur ki, la mə'budə bihaqqin təcuzu ibadətuhu və tasluhu əl-uluhiyyə ləhu illallah. Yəni, haqqı çatan məbud, hansı ki, ona icazəlidir ibadət etmək və uluhiyyət onun üçün yararlıdır, bu yalnızdır Allaha aiddir. Allahdan başqası yoxdur. Yəni, Allahdan başqa məbud yoxdur. Haqqı çatan məbudu yoxdur. Hansı ki, ibadət etmək ona icazəlidir. Hansı ki, uluhiyyə onun üçün etmək yararlıdır. Bu, Allahdan başqa belə bir məbud yoxdur. Əlləzi həzgi sifət, sifətuhu. Hansı ki, bu sifətlər məhz onun sifətidir. Ona layiqdir. Fəduuhu əyyuhənnəs muxlisinə ləhuddin. Odur ki, yalnız onu çağırın, ona dua edin, dini ona ixlasla yönəldərək. Bu, Tabarinin təfsiridir. Həmçinin Şavkaninin rahimahullahın Fəthül Qadir adlı təfsirində də bu la iləhə illallah kəlməsinə təfsir var. Həmin bu ayəyə deyək ki,
Yəni Fətir surəsi 62-ci ayəyə təfsiri var. La ilahə illə huva hissəsinə deyir ki, ey la məbudə bi haqqin illə huva və hazil cümlə xəbərul mübtəda. Deyir, haqqı çatandır məbud, ondan başqa yoxdur. Bu deyir, yəni bu cümlə mübtədanın xəbəridir. Bu da Şavkaninin Fəthül Qadir təfsirindəki sözüdür. Sonra deyir ki, İzən muradu Şeyh Rahiməhullah min həzil qaydəl muhimmə əl-yəqiniyyə. Demək ki, Şeyh Rahiməhullahın bu birinci qayda, hansı ki götürdüyü mühüm bir qayda, yəqin olan bir qaydadan deyir, muradıdır, istəyi, məqsədi odur ki, bi'ənnə həzil qaydə yəqiniyyə min həlil kuffər vəl-müşrikin. Bu yəqin olan bir qayda kafirlər və müşriklərin halı barəsində bəhs edir. Bə'ənnəhum muqirrun bi tevhid rububiyyə. Bildirir ki, onlar rububiyyət tevhidini təsdiqləyirdilər, iqrar edirdilər. Və lem yenfa'hum. Lakin bu onlara fayda vermirdi. Və lem yudkhilhum fil İslam. Və onları İslam'a daxil etmirdi. Və lem yec'al lahum haqqan li'annahum əşraku ma'allahi azza və cəl əlihətən uxra. Və heç bir haqq da onlara vermirdi. Yəni bu rububiyyət imanı onlara heç bir haqq da vermirdi. Çünki onlar deyir, Allahla yanaşı özlərinə ilah tutub onları Allaha şərik qoşmuşdular. Və əbədu əlihətəhumul batilə və batil ilahlarına ibadət etmişdilər. Necə ki Allah Taala buyurur: "Əcə'ələl əlihətə ilahen vahidə." Məgər o deyir, bu qədər ilahı tək bir ilah mı etdi? Yəni oğursuları saymadı mı? Feyzən nəzarna fi həzə zaman və bugünkü zamana da deyir nəzər salsaq və şeyxin dövründəki zamana da deyir nəzər salsaq və ondan qabaqki dövrə də və ondan sonraki dövrə də fi enne hunaka men yuqin bir rububiyyə. Görərik ki, yəni bu insanların içində rububiyyətə yəqinlə iman edənlər var. Lakin velakinnehu yushrik bil ibadə. Lakin ibadətdə deyir Allaha şərik qoşur. Rububiyyətdə yəqinlə imanı var, lakin ibadətdə deyir Allaha neynir? Şərik qoşur. Fi nəzəlikə la yenfa'hu. Və bu da ona deyir fayda vermir. Əvvəlkilərin halı kimi. Yəni bu ona günümüzdəki olan bu müşrikə fayda vermir. Lə'ənnəl qaidə, çünki qayda odur ki, ənə müşrikil ərab kənu yuqinuna bir rububiyyə. Çünki qabaqki müşrik ərəblər rububiyyət tevhidində yəqin idilər. Fəl-yevm günümüzdə ki, qaldı ki günümüzdə qad yəti alə ba'dun nufus da'f. Bəzi nəfslərə deyir, zəiflik üz tutur. İzə səmiyə mən yəqul, əgər deyir, eşidir, görür ki, kimsə inşallah dedi. Deyir, bu Allaha imanı var. Və yaxud ondan hansısa bir zikr, Allah'a zikr etməsini eşidir. Deyir ki, Allah barəsində Rəbbidir. Və yaxud onun məvlasıdır, yəni himayədarıdır və bu kimi şeylər və nəhvü zəlik, bu kimi şeylər zannahu muslimən. Onu müsəlman zənn edir. Onu müsəlman zənn edir. Yəni inşallah, maşallah deyənə müsəlman hökmü verir. Və qana min zəlikə və bununla deyir qani olur, kifayətlənir. Və həzə ləm yəqa bihil ibtilə aslən. Əsləndir bu məsələdə heç vaxtı imtahan olunmayıb. Yəni rububiyyətlə imtahan gəlməyib. Peyğəmbərlər gəliblər ibadət tevhidi ilə. Bəl ləbuddən yekunu muvahhidən fi ibadətihi. Əksinə gərək ki, ibadətdədir muvahhid sayılsın. Yəni, yəbudullaha bimə cəbihil əl-Mustafa sallallahu aleyhi və səlləm. Allaha deyir, Mustafa Muhammed sallallahu aleyhi və səlləm gətirdiyi şəriətlə ibadət etməlidir. Və yəkunu mutəbərriyən xalisən minə şirk və əhlihi. Və tamamilədir, xalis olaraq şirk və onun əhlindən bəri olmalıdır, uzaq durmalıdır. Və bu ilə bu qaydanı, yəni şərhçi bitirir. Və biz də inşallah gələn dəfə ikinci qaydaya keçərik. Subhanakallahumma hamdika əşhadu an la ilaha illa ente estağfiruka və etûbü ileyk.